Mən bu rəvayətimi cavan yaşda vaxtsız dünyadan köçən dəyərli qardaşımız Ağaşırına həsr edirəm. Allah rəhmət etsin. Amin. Qulaq asın ey millətim, kədərlidir söhbətim. Gözümdə yaş yazmışam, yavaş-yavaş yazmışam. Düz deyilib bu kəlimə, zaval yoxdur ki ölümə. Bu həyat çox fanidir, dostum ölüm anidir. Çoxunun ürək sirdaşı, yaxşıların qardaşı. Candan əziz can idi, tərtəmiz oğlan idi. 37 yaşında düşdü qəzaya maşında. Yumdu həyata gözlərin, Zülfüqarov Ağaşırın. Bizim bu kəndimizdə, yəni ki navahimizdə, kim ki duydu xəbəri, parçalandı ciyəri. Kədərləndi ürəklər, qardaşımıza mələklər. Oxudu vida nəğməsi, fevralın 17-si. Gözünün ağı qarası, var idi 2 balası. Həmzə ilə Əli bala, necə axı sənsiz qala. Yetim qoydun onları, o həyata məftunları. Ruh yaşamaz bədənsiz, onlara ağırdı sənsiz. Atasızlığı bilirdin, atasız ömür sürürdün. Eyni həyatın oxşarın, yaşayır indi balaların. Sən götür qoy etmədin, onlara toy etmədin. Ey üzü dönmüş fələk, bu cür olmazdı gərək. O 2 böyük qardaşın, sənin ürək sirdaşın. Barışmır bu zülümlə, bu cür vaxtsız ölümlə. Əlcan ürək dağlayır, Seymur bərk ağlayır. Qardaş hardasan deyir, sənin yolunu gözləyir. Ağaşırım sənə rəhmət, həmişə deyər bu millət. Sən hörmətli adam idin, şərafətli adam idin. Tanrı günahvu bir-bir, keçər rəhminə xatir. Ruhuna hörmət olsun, məkanın cənnət olsun. Dostlar bu faciə, hamı bilir oldu niyə. Qardaşımızı itirdik, son mənzilə ötürdük. Çox ağır itki oldu, buna səbəb iski oldu. Sərxoş halda sükanda, oturmayın bir anda. Dostlar bu faciə, hamı bilir oldu niyə. Qardaşımızı itirdik, son mənzilə ötürdük. Çox ağır itki oldu, buna səbəb iski oldu. Sərxoş halda sükanda, oturmayın bir anda.